Cənnətdən məktub, Rəhim Mehnət qələmi. Əgər siz bu yazını oxuyursunuzsa, demək ki, mən yoxam artıq. Yerimiz rahat olmasa da, dumanlı dağların zirvələrində vətən torpağıdır. O torpaq ki, minlərlə can qurban olur, bir qarışı üçün qan tökülür. Burada ölkənin hər yerindən olan uşaqlar var. Onların öz aralarında bölüşdükləri bilirsiniz nədir? Çörək, su. Biri üşüyəndə digəri əynindən paltarını çıxarıb ona verməyi, silahında qalan 2 mərmini bölürlər. Bilmirəm mən necə öləcəm. Ya bir qurşun yarası, ya da hardasa bir top mərmisi, nə bilim, bəlkə də ayağımın altında qalan sərsəri mayınla. Amma yazım sizə çatıbsa, demək ki, mən şəhidəm. Bir torpaq uğrunda canımızı sevə-sevə fəda edənlərdənik. Siz orada nələri bölüşə bilmirsiniz? 2 qonşu arasında olan 1 metr torpağı mı? Restoranda oturub yemək yeyəndə gec gələn yeməyə görə ofisiantın üzünə bir söz deməyi, maşının yanından sürətlə ötdü deyə arxasınca dediyiniz sözləri, qonşunun qızı mini ətəkdə küçəyə çıxdı deyə arxasınca süzülən baxışları. Bir bilsəniz burada tək ümidimiz nədir? Geriyə sağ qayıtmaq. Harda olursuz olun, bir-birinizə hörmət edin. Bir-birinizə sahib çıxın. Həmişə müsbət düşünün. Ey xalqımın dəyərli insanları. Geridə qalanlardan müğayət olun. Hamınıza cənnətdən salamlar. Biz sizi həmişə görürük. Hörmətlə, cənnət ətirli şəhidlər. Rəhim Mehnət.